تحت أرجلكم. Ayə 65 Ən'am surəsində. Allah Müteal bu ayələrdə əzab məsələsini də insanların hidayətində istifadə edir. Quranda iki model insanları hidayət edirlər. Bir Allah bəşarət ilə, rəhmət ilə, nemət ilə, bunlarla istəyir insanları Allahla tanış eləsin, unutmasınlar, fitrətləri ilə tanış eləsin. Geçmiş ayələr o cür idi ki, siz çətinliyə düşəndə kimi çağırasınız? Siz hadisələrə düşəndə içərinizdə hansı varlığa ümidiniz olar və onu çağırasınız? Və o sizi nəcat verər və o sizi xilas edər. Bunlar hamısı bəşarətdir, nemətdir, rəhmətdir. Bir hidayət də budur ki, hər halda o qadirdir, o Allah qüdrəti vardır. Sizə ayağınızın altından ya yuxarınızdan əzab göndərsin, ya öz daxilinizdə ixtilaflar yaransın və bundan əzab çəkəsiniz. Allah-u Müteala həyatınızda unutsuz, belənci bir əzablara düşəsiniz. Allah-u Müteala yadınıza düşsə, onun rəhmətinə düşəsiniz. Nəcat verər sizi. Allah-u Müteala unutsuz, onun əzabına düşəsiniz. Necə ki, geçmiş ümmətlərdə belənci var idi. Bu, hidayətdə əzabdan istifadə eləməkdir. Hər halda insan reallığı tapmalıdır. Reallıq budur ki, Allahın behişti də var, cəhənnəmi də var. Reallıq budur ki, səvab da var, əzab da var. Reallıq budur ki, insan Allaha yaxınlaşsa, qəlbi sakitləşər, Allahdan uzaqlaşsa, qəlb qəsavət tutar. Bunlar insan gərək ikisi ilə tanış olaq. Belə də ki, fəqət biz bir tərəfli tanış olaq Allahla. Ki, Allah rəhmətdir, Allah insana nemət verir. Yox, bəzən insandan neməti də alar. Bəzən əzab da verər. Hər halda Allah qadir mütləqdir, Rəbbidir, aləmi idarə eləyən odur. Buyurur, qul huvəl qadir, onlara de, bu cəhəti də başa sal. Əgər Allahın rəhməti ilə istəmirlər tanış olsunlar, minimum Allahın əzabından özlərini xilas eləsinlər. Əgər bəşarət ilə yola gəlmirlər, minimum əzabdan qorxub yola gəlsinlər. Əgər nemət ilə yola gəlmirlər, minimum qorxsunlar Allahın əzab məsələsindən. Qul huvəl qadiru. O Allah qadirdir, qüdrəti var. Əla ən yəbəsə əleykum əzabən. Ki, sizə əzab göndərsin. Min fəvqikum. Sizin başınız üstündən əzab gəlsin. Başının üstündən əzablar, bir hissi əzablar var, maddi əzablar var. Məsələn, ıldırımla, ki, ıldırımın səsi, ıldırımın bəzən o ışığı, toki insanları yandıra bilər, saiqə gələ bilər göydən və bunlarla insanlar həlak olarlar. Necə ki, geçmiş ümmətlər, yuxarıdan bəzən əzab gələr. Yuxarıdan əzab, maddi əzablar bu cürdür. Mənəvi əzablar da yuxarıdan var. Sizlərə bir sıra insanları sültə verər, qüdrət bir sıra insanların əlində olar ki, məzlum olasınız, sizin ayaqlayar haqlarınızı, özünüzün əlbəttə bəzən gördüyünüz nəticələrə görə. Hədislərdə var ki, siz əgər insanları paçlığa dəvət eləməsiniz, əgər haqqı deməsiniz, əgər
yaxşılığa dəvət eləmə söz, pislikdən çəkindirmə söz. Bunun nəticəsi budur ki, pislər gələrlər hakimiyyətə. Vaxtı pislər gəldi hakimiyyətə, nə qədər çağırırsınız, dua edilərsiniz, duaz qəbul olmaz. İki mənada Allah'a çağırırsınız, qəbul olmaz. Çünki daha bir yol getdinizsə, əyriləri getdiniz, özünüzə böyük elədiniz. İkincisi, onları, ayrı adamları çağırırsınız da, onlarda belənçə bir insaf olmaz. Sizin sözünüzü qəbul eləsinlər. Yuxarıdan əzab birdə budur. Yuxarıda bir sıra adamlar sizin işlərinizi idarə eləyərlər. Sizin taleyüz, həyatınız bir sıra insanların əlində yuxarıdırlar ki, insaf əllərindən gedər. Daha insaflar olmaz. Pəs yuxarıdan əzab həm maddi əzabdır, yuxarıdan əzab belənci bir mənəvi də əzablar olar. Av min təhtə ərcüləkum. Ya ayaqlarınızın altından əzablar gələr. Zəlzəliyə düşəsiniz. Zəlzələ həmişə əzab deyil, amma əzab da ola bilər. Ayaqlarınızın altından sizə əzab gələ bilər. Necə ki, getmiş ümmətlərdə olubdur. Necə ki, tufan-ı Nuh insanların ayaqlarının altından da gəldi, yuxarıdan da gəldi. Təndirlərdən su çıxdı. O qədər ki, hər yeri su tutdu. Bu hissi əzab, maddi əzab, aşağıdan ayaqlarınızın altından mənəvi də əzab ola bilər. Ki, elə adamlarla sizi üzbəyüz eləyərik ki, sizin nə sözlərinizə baxarlar. O nəsli ki, gələr, bir əzabi olar sizə. Hər halda insan düz yol getməsə, dünyada da bəzən cəzalanar. Dünyada da bəzən onun cəzasını görər. Əv yəlbisəkum şiən. Ya Allah sizi qrup qərar verər və qrupa çevriləsiz. Bu da bir növ əzabdır. İxtilafa düşəsiz. Vəhdətüz pozular. Birliğiniz dağılar. Bu da bir növ Allah'ın əzablarından biridir. İnsan paç yol getməsə belənci bir əzaba da düşər. Və yuziqə bəzəkum bəsə bəzin. Allah-u Teala dadızdırar. Bəzüzə başqa bəzüzün çətinliğin, əzabın, yəni bir-birinizin canına düşəsiz, dalaşasız, savaşasız, ixtilaf yaradasız. Bu böyük bir əzabdır. Onzur keyfə nusərriful ayat. Peyğəmbər, bax necə Allahın nişanələrini biz müxtəlif dillərlə deyirik. Allahın bəşərə rəhməti budur ki, müxtəlif yolla istəyir bəşərə başa salsın ki, düz ol. Bəzən bəşərin fitrətini oyatmaqla, bəzən nemətləri yer üzündə xatırlatmaqla, ayrı yollarla istəyir insanı ayırsın. Buna deyirlər nusərriful ayat. Müxtəlif ayələri müxtəlif dillərdə sizə çatdırmaq. Niyə? Ləəlləhum yəfqəhun. Ta başa düşələr. Düşünələr. Biz istəyirik insan bu məsələdə müxtəlif üslublarla yetişsin düşünməyə. Vaxtı yetişdi düşünməyə, daha yolunu tapar. Burada məlumdur, məqsədlərdən biri Allahın insan düşünməyidir. Hətta bu əzab ayələrdə bu xadirəti insan düşünsün, hər halda Allahın qüdrəti sonsuzdur. Allah ihatəsi var kullu aləmə. Bu məsələlər göstərir ki, Allah müxtəlif yollarla istəyir bəşərdən, bəşərin hissiyyatını oyatsın, insanın əqlini oyatsın,
insanın yuxudan qəflətini oyatsın, ta insanlar yola gəlsinlər. İnsanlar qəflət yoldan xaric olsunlar. Devamında buyurur ki, bir sıra kəzzəbə bihi qovmukə və huvəl haqq. Sənin qovmun dandı və Qur'anın ayələrini inkar elədi. Yəni o gözlənmə ki var idi, sənin əqrəbav idi, səninlə yaşamışdılar, Məkkədə səni Muhammed Əmin kimi tanıydılar, amma dandılar. Kəzzəbə bihi, bihi yəni bu Qur'an. Dandılar bu Qur'anı və huvəl haqq. O halda ki, bu Qur'an haqq idi və onlara imkan var idi ki, Qur'anın haqlığını da dərk eləsinlər. İnsanın danmağı bəzən bilməməkdən deyil, danmağı bəzən həvəsdəndir, bəzən mənəvi hissiyyatın şeytani hissiyata çevrilmədəndir. İnsan bəzən müvəqqət maraqlarına görə danır. Nəfsinin istəklərinə görə danır. İstolu qalmağına görə danır. Bilmək bəhsi deyil. Kəzzəbə yəni dandılar. Eyni halda ki, huvəl haqq. Bu Quran haqq idi. Peyğəmbər, sən bu məsələlərdə özünü itirmə. Bəzən insan görürsən narahat olar. Niyə aydın haqqı danır? Niyə gündüzü qəbul eləmir? Deyir, sən onlara qul ləstu əleykum müvəkkil. Mən sizə öhdədar deyirəm. Bu Allahındır. Allah vəkildir. Mən fəqət çağırıram sizi. Mənim vəzifəm insanlara nisbət dəvətdir, çağırışdır. İnsan ixtiyarı var. Əslən, İslam tərbiyəsində bir nüktə var. O nüktəni insan bilsə çox rahat olar. Psixoloji cəhətdən rahat olar. Peyğəmbər gəlməyib hamını düz adama çevirsin. Çünki düz adam insan öz ixtiyarı ilə çevrilər olar. İnsan özü addımlar atar, düz adam olar. Peyğəmbər gəlib düzlük yolunu göstərsin. Və bu işdə də müvəffəq olubdur. Peyğəmbər düzlərin siyahısını çoxaltmaq üçün deyil. Ki, deyək, filan Peyğəmbər məğlub oldu, filan Peyğəmbər məğlub olmadı. Yox, Peyğəmbərlik əslən tərbiyə İslamda budur ki, haqq aydın olsun. Liyəhlikə mən hələkən bəyyinə və yəhya mən həyyən bəyyinə. O insani ki, həlak olur, ayrılığı seçir, bilə-bilə seçsin. Sabah deməsin, mənə çatdırmadılar, mən bilmədim, mən başa düşmədim. Başa düşə-düşə dəriyə düşsün. Və o adam ki, diridir, başa düşə diriliği seçsin. Məqsəd diridən, yəni qəlbi diridir. İslam tərbiyəsində məqsəd haqqı başa salmaqdır. İslam tərbiyəsindən məqsəd Peyğəmbərin tablo olmağıdır. Ki, insan istəsə haqqı tapsın, tapa bilər. Amma getmək öz əlindədir. İnsan mümkündür, haqqı getməyə. Bəzən bir sıra insanlar deyirlər, və insanın fəqət müşkili elmidir. Ona görə fəqət elə bir təkid elmədir. Bil, bil, bil. Öcür deyil. Müşkil iki danadır. Həm bilməkdir, həm getməməkdir. Bəzən insan gözü kördür, görmür, bilmir. Bəzən insan ayağı iflicdir, getmir.
O içi görmür, onu elmlə müşkili həll olar, bilmaqla. Əlbəttə, o da istəsə bilsin. Bəzən insan gözü kördür, amma təkəbbürü bir pərdədir gözündə. Təkəbbürü qoymaz sual eləsin, qoymaz soruşsun. Quranda bir incə ayələr var. Bəzən buyurur ki, yuəllimuhumul kitabə vəl hikmə və yuzakkihim. Bəzən əksinədir. Yuzakkihim və yuəllimuhumul kitabə vəl hikmə. Bəzən insan paklaşmalıdır ta bilsin. Biləndən sonra paklaşmalıdır ta əməl eləsin. Bəzən gözə pərdə var, təkəbbürdür, egoistlikdir, qəflətdir. Bunlar gərək insanın gözünün qarşısından gedə, ta oyana, ta görə. Yuzakkihim mənası budur, yuəllimuhumudan qabaq. Bəzən insan bilər, biləndən sonra addım atmağa iradəsi zəif olar. Addım atmağa mənfəəti qoymaz, addım atsın, haqda geçsin. Bu iki hədislərdə var, sirat tükdən nazik və qılıncdan itidir, buna görədir. Tükdən nazik haqqı tapmaqdır, bəzən gözə pərdə var. Qılıncdan iti haqqı ilə yaşamaqdır, bəzən ayağa zəncir var. İnsan bir sıra pərdələr gözündən götürməlidir, təkəbbürü olmasın, egoistliği olmasın, qəflətdə olmasın, ta haqqı tapsın. Ondan sonra hələ haqqı tapandan sonra yarımçılıqdır. Bir sıra işlər də görməlidir, ayağından zəncirləri silsin. Həvəslərinin kontrol eləməlidir, şeytanın vəsvəsəsini kontrol eləməlidir. Maddi maraqları, müvəqqət maraqlarını kontrol eləməlidir, ta haqqı gedə bilsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.